20 yanvardan 18 fevrala kimi doğulanlar Dolça bürcü sayılır. İldən asılı olaraq 21 yanvardan 19 fevrala kimi də dəyişə bilir. Dolça bürcü havaya aid olan bürclərdəndir. Dolça qadını azad ruh, dərin düşüncə və qeyri-adi cazibə deməkdir. Dolça qadınları başa düşmək çətin olsa da, tanıdıqca mütləq sevəcəksiniz. O hamı kimi deyil, düşüncəsi fərqlidir, baxışı fərqlidir, sevgisi də özünə məxsusdur. Azadlığı sevir. Dolça qadını üçün azadlıq hava kimidir. Olmadan yaşaya bilmir. Amma bu o demək deyil ki, məsuliyyətsizdir. Sadəcə dar çərçivələrdə boğulur. O istəmir ki, kimsə ona desin ki, belə dur, belə otur, kim olmalısan, necə olmalısan. Hər şeyə fərqli baxır, sevgiyə, dostluğa, həyata, bəzən də elə danışır, elə bil ki, bu dünyanın adamı deyil. Çünki onun düşüncələri çox dərindir və bəzən gələcəkdən gəlmiş kimidir. Daxili aləmi qeyri-adi, amma heyran edicidir. Dolça qadının iç dünyasında duyğularla ağıl bir-birinə qarışıb. Eyni anda həm çox hiss edən, həm də çox düşünən insandır. Yəni tək hisslərlə və ya sadəcə ağılla hərəkət etmir. Bir tərəfdən romantikdir, xəyallarla dolu. Bir tərəfdən də realist, bilir ki, hər şeyin bir sərhədi var. Həyatla zarafat etmir, sadəcə özünə məxsus zarafatçıl bir yanaşması var. Dolça qadınını tanıyanlar çox vaxt fikirləşir ki, o qəribədir. Amma bu qəribəlik çəkicidir, çünki dolça qadını adi deyil, o fərqlidir və bu fərqlilik insanları cəlb edir. Ağlı və düşüncəsi onun güclü tərəfidir. Dolça qadını ağıllıdır, amma təkcə biliklə deyil, intuisiya ilə də bağlıdır. O insanları çox tez oxuyur. Biri nəsə deyəndə o sözün arxasındakı olan niyyəti dərhal hiss edir. O maraqlı söhbətləri sevir. Səthi mövzular onun üçün darıxdırıcıdır. Əgər onu beynini və ruhunu eyni anda maraqlandıra bilirsənsə, o səninlə qalacaq. Yoxsa onun marağını əldə etmək çətindir. Monotonluğu sevmir, bezir. Hər gün eyni sözlər, eyni davranışlar, eyni qaydalar onun üçün zindan kimidir. Yenilik istəyir, azadlıq istəyir, dəyişiklik istəyir. Dolça qadının müsbət cəhətləri. Çox ağıllı və müşahidəçidir. İnsanları, vəziyyətləri, xırda detalları tez analiz edir. Azad ruhludur, heç kimə və heç nəyə bağlı deyil. Bu da onu çəkici edir. Humanist və mərhəmətlidir. Başqalarının dərdini dinləməyi bacarır. İnsanlara kömək etməyi sevir. Yaradıcı və orijinaldır. Nə geyimdə, nə düşüncədə kimsəyə bənzəmir. Səmimi dost və güvənilən sirdaşdır. Amma dost seçimində çox seçicidir. Cəsarətli və yenilikçidir. Riskdən çəkinmir, yeniliyi sevir. Qadınlıq və ağıllı soyuqqanlıq bir yerdə olur. Bu çox nadir hallardan biridir. Dolça qadının mənfi tərəfləri. Duyğularını ifadə etməkdə çətinlik çəkir. Çox vaxtı hisslərini gizlədir. Uzaq və soyuq görünür. Emosional yaxınlaşmaq zaman alır. Ani qərarlar verə bilir, xüsusilə də sıxılanda. Azadlığına toxunan hər şeyi rədd edir. Nəzarət, qısqanclıq və baskı onun üçün uzaq olan şeylərdir. Bəzən həddindən artıq realist və ya həddindən artıq idealçı olur. Ortası yoxdur. İnadkar və prinsipialdır. Fikrini dəyişməz, dəyişsə də bunu göstərməz. Paxıllıq hissini gizlədə bilmirlər, çox aşkar edirlər. Dolça qadınına uyğun olan peşələr. Dolça qadını standart işləri sevmir. Yaradıcı, intellektual və sərbəst mühit onun üçün daha uyğundur. Psixoloq, coach, sosial işçi, dizayner, jurnalist, bloger, media işçisi, stilist, astrologiya, numerologiya, ezoterika, rəssamlıq, moda dizaynı, fotoqraf, tədqiqatçı, analitik, elm sahələri, sərbəst işlər, fərdi biznes, kreativ layihələr və onun üçün əsas vacib şey olan azadlıq və yaradıcılıqdır. Peşə seçimində də bunlara üstünlük verir. Sevgidə, dolça qadını sevəndə biraz qəribə sevir. O çox vaxtı duyğularını göstərmir. Kənardan baxanda elə gəlir ki, soyuqdur. Halbuki elə deyil. İçində çox dərin hissləri daşıyır. Sadəcə onları ifadə etməyə bacarmır. O sevgidə də azadlıq istəyir. Nəzarət edən, hara gedirsən, kimlə danışırsan deyən kişilərdən uzaqlaşır. Əsas da sevdiyi insanla bir komanda olmaq, dost olmaq, eyni dalğada olmaq istəyir. Əgər kişi onu başa düşmürsə, sakitcə uzaqlaşar. Dalaşmaz, səhnə yaratmaz, amma bir daha da qayıtmaz. Sevgisi necə səssiz başlayırsa, eləcə də səssiz bitir. Ailə və münasibət onun üçün nə deməkdir? Dolca qadını ailəni sevir, amma ənənəvi qaydada yox. Ailə qurmaq istəyir,
Amma o şərtlə ki, orada azad nəfəs ala biləcək. Çünki bu onun üçün çox vacibdir. Onun üçün evlilik zəncir olmamalıdır. O həyat yoldaşını dostu kimi görmək istəyir. Əgər kişi onu başa düşür, hörmətlə yanaşır, onun azad düşüncələrini boğmur, hətta paylaşır, dolça qadını ona hər şeyini verər. O ailə quranda çox məsuliyyətli olur. Uşaqlarla çox mülayim və ağıllı davranır. Ev həyatını maraqlı, dinamik və qeyri-adi edir. Evdə sakit və enerjili bir ortam yaradır. Onun evində gülüş, musiqi, kitablar olur. Ailəsində anlayış və hörmət atmosferi yaradır. Çünki bilir ki, sevgi yalnız hörmətlə və qayğı ilə bəslənir. Dolça qadını istəyir ki, onu tək qadın kimi deyil, ruhuna görə də sevsinlər. Xarici görünüş və enerjisi. Dolça qadınların çoxu yaşlandıqca belə cavan görünür. Onların baxışında uşaq saflığı, eyni zamanda da qadın dərinliyi olur. Üz cizgiləri çox vaxt zərif, biraz fərqli olur. Bəzən qeyri-adi göz forması, qeyri-adi gülüşü ya da sirli baxışları olur. Seçilən və yadda qalan görünüşləri var. Onlar geyimdə öz tərzini yaradırlar. Moda qaydalarını pozmaqdan çəkinmirlər. Çünki özlərini ifadə etməyi sevirlər. Rənglər, aksesuarlar, maraqlı üslublar, dolça qadının tərzi onun şəxsiyyətinin davamıdır. Otağa girəndə diqqət çəkmək üçün qeyri-adi heç nə eləmir. Amma buna baxmayaraq, baxışlar yenə də ona yönəlir. Çünki fərqli enerjisi var. Azad, təbii və sirli. Adamlara o maraqlı və qeyri-adi gəlir. Saçları adətən qeyri-adi rəngdə və ya dəbdən fərqli formada olur. Boyu çox vaxtı orta və ya uzun, bədəni zərif və uzunsov. Təbii görünməyi sevir. Onun enerjisi görünüşdən daha güclüdür. Yanına yaxınlaşan insan bu qadın fərqlidir deyə fikirləşir. Boş vaxtda nə edir və həyatdan necə zövq alır? Dolça qadının dərin söhbətləri sevir, amma seçilən insanlarla. O saatlarla maraqlı bir insanla danışa bilər, amma səthi mövzulardan qaçar. Bəzən tək qalmaqdan zövq alır. Tək qalmaq onun üçün tənha olmaq deyil, düşünmək, ilham almaq, ruhunu təmizləmək, buna ehtiyacı var. Səyahət etməyi, yeni yerlər, yeni mədəniyyətlər kəşf etməyi sevir. Təbiətdə gezinti, axşam musiqisi, ay işığı altında sakitlik, bu onun enerjisini yeniləyir. Kişidən nə axtarır? Dolça qadını üçün kişi sadəcə sevgili deyil, həm də dostdur. O kişinin ağlına, fikirlərinə, səmimiyyətinə və ona qarşı olan münasibətinə və qayğısına vurulur. Əgər kişi hökm edir və ya qadını dəyişdirməyə çalışır, o zaman kişi onu itirəcək. Amma dinləyən, hörmət edən və anlayışlı kişi onun yanında qalacaq. Dolça qadını üçün kişi maraqlı olmalıdır. Yəni, xarici görünüşü ilə deyil, daxili enerjisi ilə cəlb edən, başqasının fikrinə açıq olan, amma öz fikrində qalan kişiləri sevir. Əgər kişi ilə həm ruhən, həm də fikirləri uyğunlaşırsa, onda o qadın onunla ömürlük qalacaq. Sevgidə ən uyğun bürclər dolça qadını üçün tərəzi, eyni enerji, eyni dəyər sistemi, romantik və intellektual bağlılıq. Əkizlər, söhbət, dinamika, macəra, uyğun düşüncə. Ox atan, azadlıq və həyat sevgisi onları birləşdirir. Qoç, güc, etiraz və maraqlı dinamika. Uyğunsuz bürclər, buğa çox stabil və konservativdir, dolça üçün darıxdırıcı ola bilər. Xərçəng çox emosionaldır, dolça isə emosiyalara boğula bilmir. Əqrəb çox dərin və qısqancdır, dolça isə sərbəstlik axtarır. Qız, dolçanın xaotik enerjisi qıza uyğun gəlmir. Dəyərləri və həyatda tutduğu yol. Dolça qadını üçün ən böyük dəyər dürüstlük və azadlıqdır. O yalanı bağışlamaz, manipulyasiyanı hiss edər və dərhal uzaqlaşar. Dostlarına sadiqdir, amma çoxsuna güvənmir. Onun üçün insan münasibətləri çox olmasa da, amma dəyərlidir. Bu qadınlar gözəl dostlardır. Xahiş etməsən belə, hər zaman kömək etməyə hazırdılar. Dolça qadını həm ağıllı, həm ürəkli, həm də azad qadındır. O kiminsə kölgəsində yaşamaq üçün doğulmayıb. Öz yolunu özü seçir, tək olsa da, amma başı dikdir. Dostluqda uyğunluğu. Dolça üçün dostluq çox dəyərlidir. Bəzən sevgidən belə vacibdir. Onun dostluğu səmimi, uzun müddətli və dürüsttür. Dostluqda ən uyğun bürclər əkizlər, tərəzi, ox atan, oğlaq, biraz məsafəli amma dayanıqlı dost olur. Çətin dostluq münasibətləri buğa, xərçəng, əqrəb, bu bürclər dolçanın sərbəst enerjisi ilə ziddiyyət yaradır. Dolça qadını bu dünyanın qaydalarına sığmayan qadındır.
O həm ağıllı, həm yumşaq, həm də sirlidir. Sevəndə azad sevir, anlayır, amma bağışlamaq üçün öz prinsiplərini itirmir. Onun ruhu yüngüldür, amma ürəyi dərindir. Onu qazanmaq çətindir, amma qazandınsa sənin həyatında həm sevgili, həm dost, həm də çox maraqlı insan olacaq. O səni həm düşündürəcək, həm dəyişdirəcək, həm də ruhuna azadlıq gətirəcək. Çünki Dolça qadını sevdiklərinin həyatına işıq kimi daxil olur. Dolça qadını azadlıq, zəka və fərqlilik simvoludur. Dolça qadını adi qadınlardan deyil. O fərqli düşünən, azadlıq sevən və heç vaxt heç kimin kölgəsində qalmayan bir enerjiyə malikdir. Onun dünyası unikal, baxışı qeyri-adi, davranışları isə həyəcan vericidir. Bu qadın həm su kimi sakit, həm də külək kimi qəfil dəyişkən ola bilir, amma hər zaman maraqlı, orijinal və ilham vericidir. Stereotipləri qırmaqdan çəkinməyən, həyatı öz qaydalarına uyğun yaşayan bir insandır.